Əziz dostlar, dəyərli izləyicilər, quru sərhədlərlə bağlı yeni bir xəbər yayılıb və bu dəfə o xəbəri açıqlamanı kim verib? Fəzail Ağamalı açıqlama verib quru sərhədlərlə bağlı. Quru sərhədlərlə bağlı çox insanlar açıqlama verib. Elə bundan əvvəl haqqında danışdığım Vahid müəllim Əhmədov yaxşı təkliflər vermişdi. İndi bu ajans saytı yazır ki, gələn il quru sərhədləri açılacaqmı? Mühüm açıqlama. Görək, nə mühümdür? Burada bir mühümlük nəsə varmı? Quru sərhədlərin açılması ilə bağlı, dəyərli dostlar, hər kəs narahat, açılmaması ilə bağlı daha doğrusu. Xırda ticarət edənlərin problemlərindən tutmuş, tələbələr, bir-birinin qohum-əqrabasını görməyə getmək istəyənlər, xaricə müalicəyə, xəstəxanalara getmək istəyənlər, turizm gəliri, yəni ən böyük zərbəni dövlət alır, dostlar, bu sərhədlərin bağlanmasından. Deputat da deyir açılsın, ekspert də deyir açılsın, sıravi vətəndaş da, amma açılmır. Dünyada yeganə Azərbaycandır ki, sərhədləri qapalıdır və bir də Şimali Koreya olmalıdır. Düzdür, deyirlər, təhlükəsizlik problemi var. Cənab Prezident hətta bir dəfə dedi ki, elə ciddi problemlər var ki, bəzən onların müəyyən qismi açıqlanır, müəyyən qismi açıqlanmır. İndi hər halda ölkə rəhbəri indi nəsə bilir, nəyi hara qədər demək lazımdırsa deyir, amma müəyyən qismi elə bir məsələlər var ki, deyir, demir. Təhlükəsizlik ilə bağlıdır, amma Cənab Prezident deyir ki, elə məsələlər var ki, müəyyən qismi açıqlanır, çıxışların birində sərhədin bağlı qalması ilə bağlıdır. Hər halda bu təhlükəsizlik məsələsi ilə bağlıdır. Dostlar, mənim bildiyim qədər, deyək ki, mənim gəldiyim qənaət. Yəni, bu günləri Rusiya-Ukrayna müharibəsi də ona təsiri var. İran-İsrail münaqişəsi, müharibəsində ona təsiri var. Ölkəmizin, Azərbaycanın ərazi bütövlüyünə, təhdidlə də problem var. Amma şükür olsun Allah ki, bizim ölkənin Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, sərhədimiz, yəni belə deyək ki, əlimizdə dayan doldurumla durmamışıq ki, sərhəddə. Bizim də müasir texnologiyamız var. Yəni, elə silahlar var ki, Azərbaycanda, dünyada biz, necə deyərlər, ən nüfuzlu jurnallarda Azərbaycan ordusu haqqında yazılar yazılır, silahlanma ilə bağlı həm DSX, həm Müdafiə Nazirliyi. Yəni, durub deyək ki, təhlükəsizlik bu da düzgün deyil. Yəni, tam bizim şükür olsun Allah ki, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti istənilən xarici təhdidin qarşısını almaq gücündədir. Yəni, onu müəyyən müddət öncədən bilmək gücündədir. Belə deyək, yəni peşəkarlar var. İndi elə hamı köklənib tənqid edirik. Əziz dostlar, dəyərli tamaşaçılar, bunu da bilin ki, istənilən strukturda Azərbaycanın kifayət qədər peşəkar övladları var, peşəkar mərd, milli insanları var da, indi biz bir ucdan tutma ilə hamı o tənqidlər o qədər də köklənmək lazım deyil. Korrupsiya da var, rüşvət də var, ondan da danışırıq, amma belə əziz dostlar, mövzu quru sərhədlərlə bağlıdır. Fəzail Ağamalı görək bu barədə nə deyir? Quru sərhədlərin bağlı olması təbii ki, pandemiya ilə bağlı idi. Daha sonra qonşuluğumuzda baş verən müharibələr, Ukrayna-Rusiya müharibəsi, İsrail və İran arasında qarşıdurma kimi hallar regionda kifayət qədər ciddi vəziyyət yaratdı. Eyni zamanda Ermənistanla da müəyyən gərginlik var idi. Müharibə bitsə də öz separatçı mövqelərindən əl çəkməmişlər. Ona görə də ölkəmizin təhlükəsizliyi üçün quru sərhədlər bağlanıb. Bunu ajans açıqlamasında sabiq deputat Fəzail Ağamalı bildirib.
O bildirib ki, 2026-cı ildə nə olacağına bir mənalı cavab vermək çətindir. Ukraynada müharibə uzanır, İran-İsrail münasibətləri də gərgin olaraq qalır. Sadəcə fasilədir, İsrail öz təhlükəsizliyini təmin etmək üçün İran rejimi ilə haqq hesabı həll etmək niyyətindən əl çəkməyib. Belə vəziyyətdə quru sərhədlərin açılması məqsədə uyğun deyil. Bu qarşıdurmalar dövlətimizin təhlükəsizliyi üçün problem yarada bilər, deyə Fəzail Ağamalı bildirir. Dəyərli dostlar, həmişə mən bunu sual verirəm tamaşaçılara, daha hansı həssas qruplar üçün sərhədlərin açılması vacibdir? Vacibdən vacibdir. Tələbələr, xəstələr, qohum əqrabası Dağıstanda, Dərbənddə olan şəxslər var, gəlin köçən, qızı gəlin köçən şimal bölgəsində vətəndaşlarımız var. Borçalıda həmçinin Borçalıya qız alıb qız vermək, qohumu, dədəsi, nənəsi orada olan vətəndaşlar var. Qohumu, əqrabası, qaynatası, qayını, baldızı, nənəsi, dədəsi. İndi onda belə çıxır ki, bizdə bir dəbdir də, bayram, qara bayram, nə bilim, çərşənbə bayramında gedib qəbirləri ziyarət etmək, Novruz bayramında. Yaxşı, indi kimsə gedib babasının qəbrini, dədəsinin qəbrini ziyarət etmək istəyir də, Borçalıda, nə bilim, getməlidir, nə eləməlidir? Samalyota, təyyarəyə minməlidir, 700-800 manata gedib bir ziyarət etməkdən ötürü təyyarəyə pul verməlidir, 1000 manat, 1200 manat və bu da olmur axı. Səhv mi deyirəm, düz mü deyirəm, əziz dostlar? Tamaşaçılar görək nə yazır? Niko yazır ki, Fəzail Ağamalı Quru Partiyası haqqında açıqlama versin, görək qızı ilə oğlu partiyaya şərik çıxa bildilərmi? Haqlı sualdır dostlar, haqlı iraddır və düşünürəm ki, yaxın günlərdə onların partiyası ilə bağlı bir məsələ həllini tapacaqlar. Qafqaz Qaçaqları yazır ki, 2026-cı ilə salamat qalsaq, 2027-ci ildə bizi barmaqla göstərəcəklər. Arzuman Şəliyev yazır ki, Fəzail Ağamalının sözünün heç bir əhəmiyyəti yoxdur. Dostlar, demək, Zakir Əliyev nə yazır? Afət Ağaliyev yazır ki, elə insanlar çoxdur, Aqil bəy. Demək, Esmira Məmmədova yazır ki, 41-45-in veteranlarına hər cür şərait xidmətlər yaradır, özləri öləndən sonra veteran pulu xanımlarına verilir. Qafqaz Qaçaqları yazır ki, minimum əmək haqqı 130 manat olanda 130 manata 22 kiloqram ət alırdı. İndi ətin 1 kiloqramı 17 manatdır, indi 130 manata 8 kiloqram. Nə 17 manatdır? 20 manatdır. 20, 22. Deputatlar deyir, indi bu fərqi hesablasın. Əziz dostlar, 130 manat olanda, deyir 130 manata 22 kiloqram ət alırdı. İndi ətin 1 kiloqramı 17 manatdır. İndi 130 manat 8 kiloqram ət alırıq. Fərqini deputat hesablasın. Görürsünüz dostlar, fərq budur. 8 22 20-22 manatdır. Əziz dostlar, demək, hörmətli rejissorumuz onu təqdim edə bilərsinizmi? Bir xəbəri də deyim, nikah və boşanmaların sayı azalıb. Bu ilin yanvar-oktyabr ayı ərzində Ədliyyə Nazirliyinin rayon şəhər qeydiyyat şöbələri tərəfindən 40.739 nikah və 17.254 boşanma halları. Hələ 17.000 deyirlər azalıb. Nə azalıb? 17.000 ailə bədbəxt olur. 17.000 uşaq atasız, anasız böyüyür. 17.000 uşağın gələcəyi məhv olur. 17.000 ailə taleyi bağlanır. 17.000
boşanmış ailə ilə bağlı hamısı faciədir. Necə yəni azalıb? Çoxdur bu rəqəm. Özdə əziz dostlar, baxırsan ki, məsələn, şəhərdə yaşayanlar, görürsünüz ki, avtobusda o qədər basa-bas olur, insanlar indinin özündə belə. Marşrut işləmir, avtobuslar xəttə düzəməli işləmirlər. Təzə bir avtobuslar buraxıblar bu Sulutəpədə 158, bu yaxınlarda danışmışdıq, yenə danışacaq. Elə bil ki, sabun qabıdır. Bu boyda avtobuslar, elə bil ki, təcili yardım maşınlardır. İnsanlar orada üzbə-üz dayana bilmirlər, ayaq üstə dayana bilmirlər. Hər yerdə millətə zülm edirlər. Bax, eşidibsiz, məsələn, gəlib baxaq ki, 50 nəfərli avtobusda maksimum 60 nəfər olar da, düzdür, 55-60 nəfər. Görürsünüz, bir həmin xəttin sahibinə, həmin sürücüyə cərimə yazalar, yox. Çünki bunlar pul qazanırlar. Amma, əziz dostlar, o qədər lazımsız qanunlar qəbul edirlər. Alimentlə bağlı cərimələri artırırlar. Və adam da baxır ki, deyir ki, getmişəm, boşanıram, alacam 200 manat, 300 manat hər ay, özüm də gedib bir yerdə işləyəcəm. Bir arxayınçılıq yaradırlar bu boşanmalarla bağlı. Bu başqa mövzuda, əziz dostlar, danışarıq.